İsmi Azam duası çox rahatdır. Hər kəs onu əzbərləyə bilər. İsmi Azam duası, yəni gətirir, sonra Peyğəmbərə salavat gətirir. Peyğəmbər də deyir ona eşitdirir. Deyir ki, səl tu'tə, səl tu'tə, səl tu'tə. 3 dəfə deyir, istə, istəyin veriləcək, istə, istəyin. Onu təşviq edir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. O qədər duası xoşuna gəlir ki, Peyğəmbərimizin deyir ki, istə, istəyin veriləcək. Yəni artıq sən Allah həmd sənə etdin və sonra Peyğəmbərə salavat gətirdin. Baxın, deyir ki, İsmi Azam duası nədir? Allahım sənə yalvarıram. Həmd yalnız sənədir. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, sənin heç bir şərikin yoxdur. Ey Mənnan, ey göyləri, yerləri yaradan, ya Zəlcəlal və İkram, ya Hayyu ya Qayyum. Səndən diləyirik, şəhadə edirəm ki, sən Allahsan. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, heç kimə möhtac olmayan, doğmayan, doğulmayan və tayı bərabər olmayansan. Gözəl bir dua. Sonra Peyğəmbərimizə sahabə neynədi? Salavat gətirdi bu duanı deyəndən sonra və Peyğəmbərimiz eşitdi, dedi, indi istə. Yəni bunları dedin, İndi isə istəklərin veriləcək. Yəni bundan sonra çoxlu, bol dua elə ki, Allah təala sənin iynəsi istəklərini versin.